Çempionatın həlledici mərhələsində Azərbaycan televiziyasının əməkdaşları ilə veteranlar kollektivləri üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın yekununda Azərbaycan televiziyasının əməkdaşları daha inamlı oyun nümayiş etdirərək turnirin çempionu adını qazandılar. Bugünkü turniri, yəni Zəfər Bayramının 5 illiyində Azərbaycan Dövlət Televiziyası qazandı və bilirsiniz ki, Siraj Abışov da həmin AzTV-nin kollektivinin əməkdaşı olub və çox məmnun edici oldu. Turnirimiz yüksək səviyyədə keçdi, hər bir mükafatlandırma göz qabağında oldu. Bu turnir ildən ilə böyüyür, artıq 4-cü ildir keçirdirik. Məqsədimiz həm şəhidlərin adının əbədiləşdirilməsidir, həm də bu idmana gənclərin marağının artırılması, eləcə də vətənpərvərlik ruhunun yüksəldilməsi və xalqımızın gələcəyi naminə insanlarda gözəl əhval-ruhiyyə yaratmaqdır. Ənənəvi olaraq hər il Ardanış Futbol Məktəbinin və Rakurs Az saytının təşkilatçılığı ilə təşkil olunan turnirdə bu il 12 komanda mübarizə aparıb. 3-cü yer uğrunda qarşılaşmada isə Dəmir Yumruq və ictimai kollektivləri üzə gəlib və Dəmir Yumruq qələbə qazanaraq 3-cü yerin sahibi olub. Xatirə turnirində qalib komandalara, eləcə də ən yaxşı oyunçu, ən çox qol vuran, ən yaxşı qapçı və nümunəvi komanda nominasiyaları üzrə kubok, medal və hədiyyələr təqdim olunub.